Vektorial kəmiyyətlər dedik ki, həm ədədi qiyməti var, həm belə deyək də istiqaməti var. Bəs bu nə deməkdir? Baxın uşaqlar, tutaq ki, deyirəm ki, sürət Müəllimə, ekran görürsənmir. bildim, özüm bir dəqiqə dayandırmışam, heç nə yazmamışam, narahat olmayın. Aha, deməli, deyirik ki, tutaq ki, Bakıdan Gəncəyə 80 km/saatla hərəkət eləyir avtomobilim. Sürəti artıq bunun sürəti nədir? 80-dir, düzdür? Baxın uşaqlar, indi mən buna görürsünüzmü? Ədədi qiymət verdim. Dedim 80. Həmçinin istiqamətinə dedim. Bakıdan Gəncəyə dedim, düzdür? Bəlkə Gəncədən Bakıya qaydanda sürətini qaldıracaq və yaxud da sürətini azaldacaq. Aydındır? Yəni mən buna müəyyən bir istiqamət verirəm. İndi bax, məsəl üçün mən deyirəm ki, kütlə skalyar kəmiyyətdir. Mənə deyirsən ki, müəllimə, hardan bildiniz kütlə skalyardır? Yaxşı, sizə sual verirəm. Heç bazara gedib deyə bilərsənmi ki, mənə sağa doğru 1 kiloqram pomidor ver. Mənə yuxarıya doğru 1 kiloqram kartof ver. Belə bir söz deyə bilərsiniz uşaqlar? Təbii ki, yox. Görürsünüzmü? Mən ona istiqamət verə bilmirəm. Ancaq deyə bilərəm rahatçılıqla, mənə 1 kiloqram pomidor ver. Bəli, amma ədədi qiymət verdim. Deməli, skalyar kəmiyyətlərə heç əzbərləməyə ehtiyac yoxdur. 1-2 dənə istisnanı əzbərləsəniz, qalanını gördünüz, məsələ kütlə. Məntiqlə bilə bilərsiniz. Deməli, skalyar kəmiyyətlərə təkcə ədədi qiymət verirəm, amma vektorial kəmiyyətlərə həm də istiqamət verirəm. Bax, məsələ deyirəm ki, qüvvə F hərfi ilə işarə olunur. Qüvvə vektorial kəmiyyətdir. Deyirsiz, müəllimə, hardan bilirsən? Niyə bilməyim ki? Baxın, indi misal çəkirəm. Deyirəm ki, tutaq ki, evimdəki çarpayını, otağın, deyək ki, sağ küncünə 100 Newton qüvvə ilə çəkdim. İndi fikir verin. Həm istiqamət verdim otağın sağ küncünə, həm də ədədi qiymət verdim 100 Newton. Rahatçılıqla. Gülməli hal yaşanmadı. Bayaq kütlədəki kimi gülməli hal yaşanmadı. Düzdür? Aha. Bir də uşaqlar var. Septovektorial kəmiyyətlər. Bunları elə belə yadınızda saxlayın. Onlar elə kəmiyyətlərdir ki, bax, orta məktəbdə heç maqnit induksiya vektoru eşitmisiniz? Böyük B, vahidi Tesla 9-cu sinifdə adətən keçirilir. İndi inşallah maqnit bölməsindədir. İndi inşallah dərslərimizdə qeyd eləyəcəyik onlar haqqında. Bax, həmin o kəmiyyətə biz özümüz istiqamət veririk. Onun istiqamətini sağ əl qaydasından təyin edirik. Deməli, hansı kəmiyyətə ki özüm istiqamət verirəmsə, o kəmiyyətlər adlanır psevdovektorial kəmiyyətlər. Yaxşı uşaqlar. Bu hissəylə sizi çox yormayım. Danışdıq düzxətli bərabər sürətli hərəkətdə. Deməli, düzxətli bərabər sürətli hərəkətdə adından da göründüyü kimi sürət, qiymət və istiqamətcə nə qaldı? Sabit qaldı. Aha, ümumi bir dəfə də başdan gedim. Danışdıq mexaniki hərəkətdən. Mexaniki hərəkət 2 hissəyə bölündü. Düzxətli bərabər sürətli hərəkət, düzxətli dəyişən sürətli hərəkət. Biz bugün öyrənəcəyik düzxətli bərabər sürətli hərəkəti. Dəyişən sürətli hərəkət də təbii ki, öz növbəsində 2 yerə bölünəcək. Bərabər təcilli və dəyişən təcilli. Dəyişən təcillini dedik orta məktəbdə öyrənmirik. Ali məktəb kursudur. Amma bərabər təcilli özü 2 hissəyə bölünür. Bərabər yeyinləşən və bərabər yavaşayan.